Təbii ki, indi deyəcəyim misallar nə haqqındadır, hansı mövzu barədədir? Bir kəlmə eşidən alimlər və həyatı dəyişən alimlər. Yəni, bir kəlmə eşidir və o bir kəlmə onun həyatını dəyişdirir. Və böyük alimlərdən olur, böyük mühəddislərdən olur, böyük fəqihlərdən olur. Bircə kəlmənin təsiri ilə. Və bu alimlərdən biri də İmam Buxari rahiməhullahdır. Hansı ki, bircə kəlmə onun həyatında böyük bir təsir edibdir. Yaxşı, bircə kəlmə İmam Buxarinin həyatında hansı böyük təsir edibdir? Mənbələrdə qeyd olunur ki, İmam Buxari rahiməhullahın Buxarinin yazmasında olan səbəblərdən biri bircə kəlmədir. Düzdür, Səhih Əl-Buxari kitabının yazılmasında alimlər bir neçə səbəblər qeyd ediblər. Və bu səbəblərdən ən məşhuru indi qeyd edəcəyim səbəbdir. Nəql olunur ki, İmam Buxarinin şeyxi ona deyir ki, və dərsində olanlara deyir ki, kaş ki sizlərdən biri Peyğəmbər sallallahu aleyhi və səlləmin səhih sünnələrini bir araya toplayan bir kitab yazsın. Və bu söz İmam Buxari rahiməhullahın qəlbinə toxunur, onu təsirləndirir və Allahın kitabından sonra ən səhih kitab hesab olunan Səhih Əl-Buxari kitabını yazır. Subhanallah. Təbii kitabın adı uzundur, məşhur adı Səhih Əl-Buxaridir. Və bunun kimi də başqa bir misal deyək. İmam Zəhəbi rahiməhullah, hamımızın tanıdığı böyük alimlərdəndir. Siyar-ı Aləmin Nübələ kitabı və başqa bir çox iri həcmli kitabların müəllifi. Onun haqqında nəql olunur ki, İmam Zəhəbi rahiməhullahın hədis elmində böyük alimlərdən birinə çevrilməsinə bircə kəlmə səbəb olur. Nəql olunur ki, onun şeyxi İmam Bərzəli rahiməhullah deyir ki, sənin necə də gözəl xəttin var. Sənin xəttin mühəddislərin, yəni hədis alimlərinin xəttinə oxşayır. Və bu söz onun qəlbinə toxunur, qəlbini təsirləndirir və ən böyük hədis alimlərindən birinə çevrilir. Subhanallah. Və beləcə misallar çoxdur, əziz müsəlmanlar. Misalları çoxaltmaq istəmirəm, sizin də vaxtınızı çox almaq istəmirəm.